Rəşad Dağlı azadlığa çıxacaq. Bəli, salam millət. Bu gün Meyxanostad haqqında son zamanların gündəmdə olan xəbərin diqqətinizə çatdırmaq istəyirəm. Amma əvvəlcə bir məlumatı nəzərinizə çatdırım. Meyxanaçının səhhətində yaranan müəyyən problem səbəbindən ona tibbi cərrahi müdaxilə olunub. Xəstəliyi ilə bağlı hələ ki dəqiq məlumat yoxdur. Rəşad Dağlının vəkili Elvin Əliyev bu barədə bildirib ki, hazırda səhhəti yaxşıdır, narahat olmağa səbəb yoxdur. Belə, Allah şairimizə kömək olsun. İndi isə keçək növbəti məsələyə. Rəşad Dağlı azadlığa çıxacaq. 2022-ci ilin noyabr ayında qonşusu İskəndər Mehdiyev ürəyindən 14 bıçaq zərbəsi ilə qətlə yetirən Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bəs Rəşad Dağlı əfv edilə bilərmi? Əfv etmə haqqında əsasnamənin 8.3-cü maddəsində məhkum edilmiş şəxs cəzanın ən az yarısını çəkdikdən sonra əfv oluna bilər yazılıb. Meyxanostadının əhvi üçün cəzanın ən az yarısını çəkməlidir. Hazırda isə onunla bağlı məhkəmə hökmünün verilməsindən 2 il 3 ay ötür. Bu isə o deməkdir ki, gözlənilən əfv sərəncamı tanınmış meyxanaçıya şamil olunmayacaq. Meyxana xiridarı kimi mən də Rəşad Dağlının qısa bir zamanda azadlığa çıxmağını istəyirəm. Amma əfsuslar olsun ki, ölkəmizin qanunları buna əl vermir. Necə deyərlər, Allah qapını açsın şair.